olan problemlərdən danışırlar. Yəni hətta dünya birliyində belə götürək ki, Azərbaycanı bu tolerantlıq məsələsində digər dünya ölkələrinə, sivil ölkələrə Azərbaycanı nümunə göstərirlər. Diqqət yetirin ki, Azərbaycanda bu məsələlər necə çözülür. Və mənə elə gəlir ki, elə İslamın gözəlliyi də bundadır. Nəinki göstərilir, hətta biz mən özümdən deyim ki, misal üçün bir çox ölkələrdə konferanslarda olanda mən özüm bununla fəxr edirəm və bunu fəxr olaraq digər müsəlmanlara söyləyirəm. Misal üçün bu sahədə konferanslar olanda ki, tolerantlığın önəmi, birliyin, bərabərliyin önəmi, İslamda qardaş olmaq, bir olmaq, bərabər olmaq, fitnə fəsad törətməmək, həmişə Azərbaycan nümunə kimi ölkəmizi biz sevinərək nümunə kimi göstəririk və digər insanlara da bu həqiqətən nümunə olur. Bir çox ölkələrdə olur ki, həqiqətən qibtə edirlər ki, sizdə gör necə gözəldir. Yəni, dinindən, etiqadından asılı olmayaraq müsəlmanlar bir yaşayırlar, bərabər yaşayırlar, bir-birlərinə qarşı sevgi var, bir-birlərinə qarşı kin yoxdur, nifrət yoxdur, otururlar bir süfrə arxasında. Elə ölkələr var ki, bu nemətdən, bu tolerantlıqdan məhrumdurlar. Həqiqətən də Allah'a şükürlər olsun ki, yəni, biz ölkəmizdə bunun olduğuna görə çox sevinirik və misal da göstəririk digər insanlar üçün konferanslarda. Allah'a şükürlər olsun. Yəni, hər bir müsəlmana da üzərinə düşən vəzifəsi odur ki, bu tolerantlığı, bu birliyi, bu bərabərliyi qorumalıdır və hər bir gənc İslam dini öyrənərkən bilməlidir ki, İslam dini terror dini deyil. İslam dini nəinki terroru qadağan edib. İslam dini bir, necə deyərlər, nə insanlılıqda, hətta bir heyvana belə zülm etməyi qadağan buyurur. Baxın, mən bir məsələni oxuyardım. Bu çox gözəl bir hadisədir. Əvvəlki ümmətlərdə baş vermiş bir hadisədir. Peyğəmbərimiz aleyhissalatü vesselam buyurur ki, Peyğəmbərlərdən birisi bir dəfə bir ağacın altında oturanda, yəni əvvəlki olmuş Peyğəmbərlərdən söhbət açır Peyğəmbərimiz. Həmişə Peyğəmbərimiz s.ə.v belə misallar çəkərdi insanlar oturanda ki, əvvəlki Peyğəmbərlərin əxlaqını nümunə kimi hətta göstərərdi. Buyurur ki, bir Peyğəmbərlərdən birisi ağacın altında oturarkən bir qarışqa onu sancır və qəzəblənir və öz ətrafında olan dostlarına əmr edir ki, nəinki o qarışqanın yuvasının hamısını dağıdın və yandırın. Allah Teala ona vəhiy elədi ki, sən deyir, bir qarışqaya görə Allahı zikr edən gör nə boyda bir toplumu məhv elədin. Qadağan etdi Allah Teala. Həmçinin də Yaşar müəllim, əgər biz bugünkü proqramımızda, ilk proqramımızda İslamın gözəlliklərini, incəliklərini, onun nə dərəcədə mərhəmətli, rəhimli və şəfqətli bir din olmasını çatdırmaq istəyiriksə tamaşaçılarımızın nəzərinə, mənə elə gəlir ki, Peyğəmbərimiz Vəssalamın bir hədisini qeyd etmək yerinə düşərdi ki, o körpə uşaqları ki, ağrına basıb öpdüyü məqamda bir bədəvi ərəb söz söyləyir ki, mən bu yaşa çatdım, amma uşaqlarımı bir dəfə də olsun öpmədim. Çox gözəl bir cavab verir ona. Peyğəmbər Əfəndimiz qeyd edir ki, əgər sənin qəlbində mərhəmət yoxdursa, mən nə edim? Və sənin qəlbində mərhəmət yoxdursa, mən dedim. Hətta həmçinin hədis şərif Peyğəmbərimiz buyurur ki, Allah Taala'nın 100 rəhməti vardır və ondan bir rəhmətini yer üzərinə indirib ki, bununla insanlar və bəşəriyyət, bütün Allahın yaratdıqları bir-birinə qarşı rəhimli olsunlar və 99 adını isə axirətdə möminlər üçün saxlayıb. Çünki rəhmət uca Allahın kamal sifətlərindən birisidir və hər bir müsəlman da bilməlidir ki, onun Rəbbi rəhimlidir. Deməli, Rəbbimiz özünə rəhimli ad götürübsə, hər bir müsəlman da deməli, öz toplumunda, öz yaşadığı yerdə digər insanlara qarşı rəhmətli olmalıdır. Çünki Allah da özü üçün ad götürüb. Rəhimliyəm mən. Mən insanlara qarşı rəhimliyəm. Hətta buyurur hədis şərifdə Peyğəmbərimiz Ər-Rahimuna yerhamuhumur Rahman. O kəs ki, rəhimlidir insanlara, Allah da ona rəhm eləyər. Yer üzərində olan insanlara qarşı rəhimli olun ki, səmada olan Rəbbiniz də sizə qarşı rəhimli olur. Həmçinin buyurur Peyğəmbərimiz aleyhissalatü vesselam Mən lə yerhamun nəs, lə yerhamullah. İnsanlara qarşı rəhimli olmayana Allah da rəhm etməz. Həmçinin buyurur ki, insanları sənə qarşı kimsə bir, necə deyərlər, nəzakətsiz davranıb, sənə qarşı səni incidib, onu insanları bağışlamayanı Allah da bağışlar. Həmçinin buyurur ki, möminlər bir-birinə qarşı rəhimli olmaqda bir binaya bənzəyirlər, bir cəsədə bənzəyirlər. Hətta digər hədislər buyurur ki, bir insanın cəsədinə bənzədir Peyğəmbər. Yaşar müəllim, gündəlik həyatımızdan da əgər götürsək, iki qism insanlara rast gəlirsən. Məsəl üçün, tutalım ki, gündəlik həyatdan götürülən bir hadisə. Bir nəfər digərinin xətrinə dəyib, onun qəlbini qırıb və qəlbini qıran adam bir müddət sonra üzrxahlıq edir. Öz səhvini başa düşür və ondan üzrxahlıq edir, bağışlanmasını diləyir. O adam deyir ki, o adam da söyləyir ki, Allah bağışlayandır, mən nə karayım ki, bağışlamayayım.
Amma digər bir qismdə insan var ki, deyir ki, yox, mən bağışlamıram. Amma bu məqamda da unutmaq olmaz ki, Yaşar müəllim yəqin ki, mənim bu sözlərimi də təsdiq edir. Qəlbində kin-kudurət olan insan cənnət əhlindən ola bilməz. Yəni, insan qəlbi saf olmalı. Çünki Allah Quran-ı Kərim buyurur, İllə mən ətəllaha bi qalbin səlim. Yəni, cənnət kimlər üçündür, Allahın rəhməti kimlər üçündür? Təmiz, saf, qəlblə gələn, ürəklə gələn. Saf qəlb nədir? Alimlər bunu açıqlayırlar ki, həmən insanın qəlbində, yəni, necə deyərlər, kin-kudurət yox, paxıllıqdır, həsəddir, nifrət yox, insanlara qarşı xoşgörü, insanlara qarşı sevgi ilə yanaşır, insanlar onu sevir. Hətta digər hədis şərti buyurur ki, elə insan vardır ki, onu görəndə digər insanlar Allahı xatırlayır, onu görəndə din yadına düşür, onu görəndə Allahı zikr edilmez. Çünki nəyə görə? İnsanlara gözəl tövsiyə edir və insanlara qarşı qəlbində kin yoxdur. Və bir hədislə mən qeyd edeyim bununla uyğun olaraq, çünki İslam dini böyük, balaca, hər kəsə qarşı rəhəmli olmaq və onları sevməyə buyurur. Buyurur hədis şərifdə Peyğəmbərimiz Həzrət Əlidən gələn bir Leysə minnə mən ləm yuvaqqir kəbir. Yəni, böyümüzə, yaşlımıza hörmət etməyən bizdən deyildir. Balacamıza qarşı rəhəmli olmayan da bizdən deyildir. Yəni, görün nə deyil? Böyüklərə qarşı hörmət, yəni ağsaqqala qarşı hörmət, valideynə qarşı hörmət, yaxşı insanlara qarşı hörmət, onları incitməmək, onlar hətta sənə qarşı nəzakətsiz davransa belə, bir qüsuru olsa belə, müsəlman çalışmalıdır ki, onlara qarşı gözəl xoşgörü, gözəl rəftar edir. Çünki hədis şərifdə buyurur, digər bir hədisi mən buyurum, çox gözəldir. Bir gün Peyğəmbər s.ə.v yanına gələrkən, siz də o hədisi qeyd ediniz, bu hədisin başqa bir formada rivayət olunur. Bir gün Peyğəmbərimiz s.ə.v görür ki, uşaqlarla oynayır. Hətta Peyğəmbərimiz s.ə.v nəvələrini çox sevərdi. Peyğəmbər s.ə.v nəvələr Həzrət Həsən oynayardı, onları öpərdi, qucaqlayardı. Peyğəmbərimiz s.ə.v bir gün uşaqları öpəndə bir nəfər ərəblərdən birisi gəlir, deyir ki, ey Allahın Rəsulü, sən uşaqları öpürsən, Peyğəmbər çox gözəl cavab verdi ona. Demədi ki, sən niyə bunu etmə? Dedi ki, o kəsin ki, Allah qəlbindən rəhmət alıbsa, o insan deyir, yəni, bədbəxt insandır. Doğru yolda deyil. Çünki bu Allahın bir rəhmətidir. Yəni, insanlara qarşı gözəl rəftarda davranmaq, uşaqlara qarşı necə rəftarda davranmaq. Yəni, baxın, Peyğəmbərimiz s.ə.v hətta nəyin ki, mən əvvəldə qeyd etdiyim bir rivayəti qeyd etmək istəyərdim. Çox gözəldir bu. Bu, Abdullah ibn Cəfərdən gəlir, rivayət olur. Bir gün Peyğəmbərimiz s.ə.v Mədinədə gəzərkən bir xurma bağının yanından keçir. Xurma bağının yanından keçərkən görür ki, bir dəvə inildiyir və gözündən yaş gəlir. Peyğəmbərimiz s.ə.v elə bil ki, Peyğəmbərimiz s.ə.və şikayət edir. Peyğəmbərimiz s.ə.v alnına əl çəkir, gözünün yaşını silir və deyir ki, bu dəvənin sahibi kimdir? Bir dənə gənc gəlir, həmən xurma bağçasından, Peyğəmbər buyurur ki, Allahdan qorxun. Allah təala sizə bu heyvanları gözəl formada istifadə etmək üçün yaradıb. Allahdan qorxun, yəni əziyyət verməyin. Çünki o mənə şikayət etdi ki, sən onu ac qoyursan və sən onu yorursan. Həmçinin bir məsələdir, Yaşar müəllim toxunaq, yəni ki, bugünkü durumumuzda çox önəmli bir məsələdir. Əziz tamaşaçılar, İslam əxlaqı, İslam davranışı bizə bütün peyğəmbərlərə gözəl zəndə olmağa, onlar haqqında gözəl fikirləşməyi əmr edir, tövsiyə edir. Çünki diqqət yetirsək, peyğəmbərlər hamısı Allahın ən sevimli qullarıdır. İstər Musa əleyhissalam, istər İsa əleyhissalam, yəni bütün peyğəmbərlərə qarşı gözəl zəndə olmaq, onlar haqqında yaxşı fikirdə olmaq və onları Allahın sevimli qulları, bəndələri kimi qəbul etmək hər bir müsəlmanın üzərində vacibdir. Baxın, əxlaq barədə yəni üzr istəyirəm, yəni bu da bir İslam əxlaqıdır. Bu yanaşma tərzi də İslamda. Və İslam əxlaqı barəsində, ümumiyyətlə İslam əxlaqı ona sarılmaq, Allahın haqqını və insanların haqqını vermək deməkdir. Biz bir veriliş, bir proqram çərçivəsində İslam əxlaqının, İslamın digər insanlara qarşı, yəni tövsiyə etdiyi davranışı, bu əxlaqı, bu gözəlliyi bir proqram çərçivəsində hamısını çatdıra bilmərik tamaşaçılarımıza. Çünki mənə elə gəlir ki, bunun üçün biri yox, yüzlərcə bəlkə də verilişlər hazırlamaq lazımdır. Amma biz bugünkü proqramımızda çalışdıq ki, kiçicik də olsa bu haqda sizə məlumat verək. Və sonda onu da qeyd etmək istəyirəm ki, bayaq Yaşar müəllim də o məsələni qeyd etdi. Sonda hər birinizə mən Peyğəmbərimiz Muhammed və salatu və salamın gözəl örnək ola biləcək əxlaqını hər birinizə arzu edirəm və qeyd olunduğu kimi yerdə Allah Taalanın yaratdığı məxluqatlara qarşı mərhəmətli, rəhimli, şəfqətli olun ki, o da sizə qarşı mərhəmət göstərsin.
Allahı yada salın ki, Allah da sizi yada salsın. Yaşar müəllim, təşəkkür edirəm. Çox sağ olun. Beləliklə İslam Dünyası proqramı bugünlük buradaca yekunlaşır. Çox sağ olun diqqətinizə görə gələn görüşlərədək. Əssalamu aleykum və rəhmətullah və barakatuhu.